Hər kəsə salam, əziz beşincilər. Növbəti izahla qarşınızdayıq. Bugünkü izahımız English Everywhere başlığı altında iş dəftərindən olacaq. Gəlin izahımıza başlayaq. Keçən izahlarda, kitabın izahında to be feili haqqında mən sizə izah vermişdim. Gəlin təkrarlayaq. To be feili şəxslərlə bu şəkildə işlənilir. Əmlə işlənir, yəni I ilə işlənir, is işlənir, he, she, itlə, are da işlənir, you, we, they ilə bu şəkildə. Sual verəndə is və are əvvələ keçir, mübtədadan əvvələ keçir və sual sözümüz yaranır. Qısa cavab vermək istədikdə isə yes desə yes, daha sonra şəxs, daha sonra to be formasını veririk. Yox, əgər no-dursa, yenə no, daha sonra şəxs və to be-nin forması, ondan sonra da not hissəciyi mütləq şəkildə yazılmalıdır. Qısaca bu şəkildə də yazıla bilər. Amma amn't deyə bir şey olmadığına görə sadəcə am, not şəklində yazılır. Digərlərini isə qısaldılmış şəkildə yaza bilərsiniz. Daha sonra gəldik xüsusi sual sözlərinə. Where var. Burada where harada deməkdir. Yazaq. Harada. Biraz qalınlaşdıraq bunu sanki çox nazikdir. Harada deməkdir. Where am I from? Mən haradanam? I am from Spain. Mən İspaniyadanam. İspaniyadanam. I am not from Spain. Mən İspaniyadan deyiləm. Where are you from? Sən haradansan? You are from Azərbaycan. Sən Azərbaycandansan. You are not from ya da aren't from Azərbaycan. Sən Azərbaycandan deyilsən. Bu şəkildə from-da işlədə bilərik. Gəldik növbəti qaydamız possessive case. Yəni apostrof s possessive case isimlərin yiyəlik halıdır. Jeff's first language. Cevin ilk dili. Azərbaycan dilində ın, in, un, ün mənasına gəlir. Baku's restaurants, the restaurants of Baku. Daha çox of ilə düzələn yiyəlik halı cansızlarda və heyvanlarda istifadə olunur. Ofla düzələnlər. Apostrof s və tək apostroflar isə canlılar üzərində yiyəlik halı qurmaq istəyərkən, yiyəlik halında bir söz qurmaq istəyərkən istifadə olunur. Deməli, personal pronoun and possessive adjectives şəxs əvəzlikləri və yiyəlik əvəzlikləri. Şəxs əvəzliklərini tanıyırıq. I, you, he, she, it, we, they. Yiyəlik əvəzlikləri isə my, mənim, your, sənin, his, onun, kişi cinsində, her, onun, qadın cinsində, its, onun, cansızlarda, our, bizim, their isə onların mənasını verir. Daha sonra gəlin yiyəlik halından biraz daha danışım. Yiyəlik halı, burada isə yiyəlik əvəzliyi gedirdi söhbət. Yiyəlik halında olan sözə apostrof s, əgər sadə isimdirsə apostrof s ilə düzəlir. Məsələn, deyirəm ki, girl, qız və yaxud da artırıram ona, demək istəyirəm ki, qızım. Girl, apostrof s qoyacaq. Qızın mənasını verəcək. Bir də, məsələn, demək istəyirəm ki, qızların. O zaman qızlar axı biz cəmləməliyik, girls olmalıdır. Bu zaman isə qızların demək üçün tək apostrof qoyuruq. Bu şəkildə yiyəlik halını düzəldirik. Yəni, buradan belə bir qayda çıxır ki, əgər isim özümüz cəmlədiyimiz isimdirsə, yəni s şəkilsi artırıb cəmləmişiksə, onun yiyəlik halı tək apostrofla qoyulacaq. Sadə isimlərin yiyəlik halı isə apostrof s-lə. Kökündən cəm olan isimlərin də yiyəlik halı apostrof s-lə düzəlir. Məsələn, children, tutaq ki, uşaqların demək istəyirəmsə, children apostrof s şəklində düzəldəcəm mən yiyəlik halını. Bir də onu da qeyd edeyim ki, yiyəlik halındakı sözdən sonra mütləq isim gəlməlidir. Yəni, onun üzündən sonra isim. Məsələn, children's room, uşaqların otağı. Ümumiyyətlə fərqi yoxdur. Nə olursa olsun, yiyəlik halından sonra daha doğrusu isim gəlməlidir. Yox, əgər başqa nitq üzvləri gəlirsə, demək ki, bu yiyəlik halı deyil. Çünki apostrof s bir neçə şeydə istifadə olunur. Məsələn, izin qısaldılmışı da apostrof s şəklində yazılır. Həzin qısaldılmışı da, yəni həzin qısaldılmışı da apostrof s şəklində yazıldığı üçün bəzən uşaqlar bunları qarışdıra bilərlər. Ona görə də sizə məsləhətim mütləqdir ki, yiyəlik halından
Yiyəlik halındakı sözdən sonra gələn sözə diqqət yetirəsiniz ki, isimdir yoxsa digər bir nitq üzvüdür. Davam edirik. Bu yiyəlik əvəzliklərini də mütləq şəkildə öyrənək. Yenidən təkrarlayıram. My, mənim. My language is English. Mənim dilim ingilis dilidir. Your, sənin. Your lessons are interesting. Sənin dərslərin maraqlıdır. His, kişi cinsində onun deməkdir. His name is Kazuo. Onun adı Kazuo'dur. Her, qadın cinsində onun deməkdir. Her nationality is Mexican. Onun milliyyəti Meksikandır. It's, cansızlarda istifadə olunur onun deməkdir. Its name is a Grand Hotel. Onun adı Grand Hotel'dır. Our favorite team is Liverpool. Our bizim deməkdir. Bizim sevimli komandamız Liverpool'dur. Their onların deməkdir. Their country is Spain. Onların ölkəsi İspaniyadır. Gəldik növbəti countries and nationalities. Ölkələr və milliyyətlər. Ölkələri və milliyyətləri yəqin ki, az da olsa bilirik. Məsələn, American, Russia, Russian. Amerika normalda ölkə adı kimi tanınır, düzdürmü? Amma American deyəndə biz artıq Amerikalı deyirik. Brazil, Braziliya, Brazilian, Braziliyalı olacaq. British, yəni İngilis. Azərbaycan ölkənin adıdır, amma Azərbaycani, yəni Azərbaycanlı. Japan, Japanese, yəni Yapon. Mexican, Meksikalı. Meksiko isə ölkənin adı olacaq. Russia, ölkənin adı Russian, yəni Rusiyalı. South Africa, həmçinin South African. Spain, İspaniya, Spanish, yəni İspaniyalı. United Kingdom, the UK, United States, the USA. Bunların da qısaldılmışlarını bilək. English word is many languages. İngilis sözləri bir çox dillərdə. Bunlar yəni bütün dünyada eyni olduğuna görə ingilis sözləri deyir bir neçə dildə, yəni hansı dildə deməyim də bir çox dildə chocolate elə chocolatedir, şokolad, hamburger, hamburger, hotel, elə hotel, jeans, ketchup, pizza, restaurant and taxi. Bir çox ölkədə elə eyni səslənir, eyni deyilir. Ona görə English words in many languages. İngilis sözləri çox dillərdə eynidir. Davam edirik vocabulary bölməsi ilə. Circle the correct word. My friend Haruki is Japan deyə bilmərik. Çünki Japan ölkənin adıdır. Yəni Yaponiyalı deyiriksə Japanese deməliyik. Kamran speaks Azərbaycan yoxsa Azərbaycani? Təbii ki, Azərbaycani, yəni Azərbaycanca danışır. Azərbaycan danışır deyə bilmərik. Helen is from London in the United Kingdom, British. Deməli, British Britaniyalı deməkdir. Amma deyir ki, Helen is from London. Londondandır, yəni in the United Kingdom. Burada ölkənin adı olacaq. Louis is Brazil deyə bilmərik, Brazilian. Johannesburg is in the South Africa, South African. Bu yəqin ki, yerin adıdır. Ona görə də South Africa olacaq. Maria is from Mexico or Mexican. Maria Meksikandan da deyərək də Meksikanlıdandır. Bu şəkildə demərik yəqin ki. Ona görə Meksika olacaq. İkiyə baxırıq. Complete the sentences. Cümlələri tamamlamalıyıq. Lala is from Azerbaijan. Her language is Azerbaijani. Lalə Azərbaycandandır. Onun dili Azərbaycan dilidir. Cüneyt is from Mexico. She is Mexican. O əgər Meksikalıdırsa, deməli özü Meksikandır da, düzdürmü? Meksikan yazırıq. Gabriel is Brazilian. He is from Brazil. Ölkənin adı lazım idi burada. Scott is from New York. He is Scotland. Daniel is American. He is from America. Alla is from Russia. She speaks Russian. Bunları da tamamlayaq. Uşaqlar bayaq burada Scott'u Şotlandiya elədim, amma Scott oğlanın adıymış. Buna baxmırıq. Scott is from New York. New Yorkdandır. Deməli, o nədir? Amerikalıdır. Diana is American. Diana Amerikalıdır. She is from America. Deməli, o Amerikadandır.
Allah is from Russia. Allah Rusiyadandır. She speaks Russian. O Rusça danışır. Bu şəkildə. Və daha sonra gəldik üçüncü tapşırığa. Üçüncü tapşırıqda isə put the letters in order and then complete the table. Ə, deməli, bizə burada yerləri dəyişik şəkildə sözləri verilib, hərflərinin yerləri dəyişik şəkildə və biz bunları tapıb düzgün formasını yazmalıyıq. Elədirsə, başlayaq. B uşaqlar sözləri düzgün formada yazdıq. Hamburger, jeans, taxi, restaurant, hotel, pizza, ketchup. İndi isə gəlin onları food, transport, clothes and place deyə ə, növlərə ayıraq. Food yemək deməkdir, qida deməkdir. Foodla bağlı nələr var idi? Hamburger, pizza və ketchup. Transport, yəni daşıma ilə bağlı nə var idi? Taksi, clothes-dan bağlı jeans, yəni geyimlə bağlı. Places-lə bağlı isə restaurant və hotel. Belə, bunu da tamamladıq, davam edirik. Look at the image and complete the crossword. Şəkillərə baxıb crosswordu tamamlamalıyıq. Elədirsə, başlayaq. Bəli uşaqlar, crosswordu tamamladıq. Elədirsə, davam edək. Grammar ilə. Grammarda bizə deyir ilk tapşırıqda match the question 1-6 with the short answer EF. Deməli, burada bizə suallar verilib və onları düzgün cavabları ilə birləşdirməliyik. Gəlin baxaq. İlkin onlar birləşdiriblər. Are your parents teachers? Sənin valideynlərin müəllimdilər? Yes, they are. Is Maria from Spain? Maria qadın olduğuna görə cavablardan she axtaracaq. Baxın, she burada var. Deməli ki, no, she isn't. Are you a soccer fan? Soccer fan. Sən futbol fanısan. Are you? Yes, I am. Are you deyirsə deməli yes, I am şəklinə cavab verməliyik. Are you and Yuko students? Sən və Yuko tələbəsiz? Yes, we are. Is Peter in his bedroom? No, he isn't. Is your house big? No, it's not. Niyə it is dedik? Çünki burada house cansızdır. Davam edirik. Complete the conversation, use the correct form of be. Complete the conversation. Conversation'ı tamamlamalıyıq və düzgün to be fe'lindən istifadə etməliyik. Olivia deyir, is Sevil your sister? No, she isn't. No, she isn't. She is my friend. Okay. Are you and Sevil from Turkey? Are olacaq. No, we aren't. We are American. And your first language. Your first language olduğuna görə is olacaq. Nəyə görə? Çünki biz your gələndə çox zaman uşaqlar qarışdırırlar you ilə. Amma bunlar hər ikisi fərqli bir şeylərdir. Your şəxs əvəzli idi sən deməkdir. Your isə yerlik əvəzli idi sənin deməkdir. Hər zaman yourdan sonra gələn biz isimə baxmalıyıq ki, isimimiz təkdədir yoxsa cəmdədir. Burada da biz görürük ki, yourdan sonra nə gəlib? First language. Language sözü də təkdədir. Təkdə olduğuna görə nə olmalıdır? Is olmalıdır. And is your first language English? Sənin ilk dilin ingilis dilidir. Yes, it is. But Sevil speaks Azərbaycani too because her parents are Azərbaycani. Amma Sevil Azərbaycanca da danışır, çünki onun valideynləri Azərbaycanlıdır. Davam edirik. Complete the sentences with the possessive, yəni apostrof s ilə düzəltməliyik. Gəlin baxaq. My friend Ying. My friend Ying apostrof s backpack. Yazaq. Ying's backpack. Yingin çantası. My brothers
Brothers sözü özümüz cəmlədiyimizə görə S artırıb tək apostrof qoyacaq. My brother's bedroom. Mənim qardaşlarımın yataq otağı. Boris, Boris tək sadə isim olduğuna görə ə, Boris is bu şəkildə Boris Newmark. Belə də yaza bilərik. Belə. Bu şəkildə mi? Boris is new bike. My parents parents cəmdə olduğuna görə yenə apostrof s ilə, tək apostrofla daha doğrusu düzələcək. Bəli uşaqlar, davam edirik. Növbəti tapşırıqla, növbəti tapşırığı necə yazdıq? Gəlin baxaq. Deyir ki, find the six mistakes in the text, cross them out and write the correct words. Tekstdə 6 dənə səhv var, onları tapın və düzəldin, düzgün versiyalarını isə altda yazın. Deməli, burada düzəltmişik. Gəlin baxaq. This is I olmaz, my olar. This is my friend Murad. Bu mənim dostum Muraddır. He lives in the United States with he yox. Murad kişi cinsində olduğuna görə his family. O Amerikada valideynləri ilə yaşayır, ailəsi ilə yaşayır. His sister's name is Nuray. Her is 6 years old. Yox, she is 6 years old olmalıdır. They parents yox, their parents. Onların valideyninin have a restaurant in San Francisco. San Francisco'da restoranlar var. Its name is yox. Its name is Alfresco. Onun adı Alfresco'dur. O adı Alfresco yanlışdır. Murad and Nuray speak English and Azerbaijani because their mom olmalı. Their mom yox. Their mom, yəni onların anası Azərbaycandandır. Bu şəkildə. Devam edirik. Reading. Look at the class survey. What's it for? Tick the correct answer. Deməli, bu suala reading oxuduqdan, tərcümə etdikdən sonra qayıdıb cavab verə bilərik ki, o nə haqqındaydı. Class language survey. Gəlin tərcümə edək və daha sonra qayıdıb doğru cümləyə tik qoyaq. Your name Alex. Sənin adın Alexdir. Deməli, instruction. Write about where your family is from and what language you speak. Then ask two friends. Write where your family is from. Yaz sənin ailən haradandır və sən hansı dillə danışırsan. Daha sonra bunu iki dostundan da soruş. My mother is from the United States and my father is Mexican. Mənim anam United States, Amerikadandır, atam isə Meksikadandır. At home, evdə we speak English. Biz ingiliscə danışırıq. Friends, his name is Sylvia. My mother is Spanish and my father is Azerbaijani. Mənim anam İspan, atam isə Azərbaycanlıdır. I speak Spanish to my mother and Azerbaijani to my father. Mən anamla İspanca, atamla da Azərbaycanca danışıram. Friend 2. Name Hideki. Haydaki deyək ki, Haydaki. My mother and father are from Japan. Mənim anam və atam Yaponiyadandır. We speak Japanese at home. Biz evdə Yaponca danışırıq. Friend 3. Lakshmi. Lakshmi deyir ki, my mother is from South Africa and my father is Brazilian. We speak English at home. Evdə də İngiliscə danışırlar. Anası South African, atası isə Braziliyadandır. Deməli, gəlin baxaq indi. Get information about the students' families. Tələbələrin ailəsindən informasiya almaq. To get information about language the students speak. İnformasiya almaq ki, hansı dildə studentlər danışır. To give information about countries. İnformasiya almaq about countries, yəni ölkələr haqqında. Bunlardan hansı olacaq? Gəlin biraz düşünək. Biraz fikirləşdiksə, gəlin elədirsə cavab verək. Cavabımıza verməzdən əvvəl sizə başlığı göstərmək istəyirəm. Başlıqda nə deyir? Class Language Survey. Sinif dil sorğusu. Dil sorğusunu soruşur və uşaqlar da orada valideynlərinin hansı ölkələrdən olduqlarını və evdə hansı dildə danışdıqlarını deyirlər. Ona görə də to get information about languages the students speak.
Davam edirik. Tick the correct person. Düzgün insana tik koymalıyıq. This person's parents are from the same country. Bu insanın valideynləri, bu şəxsin valideynləri eyni ölkələrdəndir. O olacaqdı haydi ki. İkiyə baxırıq. This person's father is from Azerbaijan. Hardan? Kimin atası Azərbaycandan idi? Silviyanın atası Azərbaycandan idi. Qoyuruq Silviyaya tik. Daha sonra this person's parents are from Japan. Bu insanın valideynləri Yaponiyadan da olacaq. Haydi ki. 3'te. Daha sonra 4'te this person's father is from Brazil. Braziliyadan da baxaq. Father Brazilian. Lakshmi'nin atası Braziliyadandır. This person's mother is American. Anası hardandır? Baxaq. South African, Amerika. This from United States. Deməli Alex olacaq. Bu qədər. 3'e baxırıq. Answer with one word. What nationality is Alex's mother? American. Where is Sylvia's mother from? Deyir ki, answer with one word. Bir sözlə cavab ver. Where is Sylvia's mother from? Baxaq görüm Sylvia'nın anası hardan idi? My mother is Spanish. Deməli, Spain. Spain olacaq. Where is Sylvia's father from? Sylvia'nın atası. Sylvia'nın atası hardan idi? Azərbaycan. Deməli yazacaq. Azərbaycan. What nationality are Heideki's parents? Milliyyəti nə idi Heidekinin valideynlərinin? Heidekinin valideynləri Japanese idi. Düzdürmü? Japanese. Düz baxdım. Bəli. Bəli yazaq. Aha, daha sonra where is Lakshmi's father from? Lakshmi'nin atası hardan idi? My mother is Brazilian, deməli Brazil. Bu şəkildə tapşırığı da tamamladıq. Gəldik növbəti 4-cü tapşırığa. Write a short answer the question. Suallara qısa cavablar ver. Is Alex's father Russian? No, he is not. Ya da he isn't. Is English the language Alex speaks at home? Is language the daha doğrusu is English the language Alex speaks at home? Baxaq Alex evdə hansı dildə danışır? Yes, bax we speak. O zaman yazacaq ki yes, he is. Bəli, o evdə ingiliscə danışır. Is Spanish the language Sylvia speaks to her mother? Silvia'nın anası İspan dilində danışır. Gəlin baxaq. Silvia'nın anası. I speak Spanish to my mother. Deməli, anası ilə İspan dilində danışırsa, deməli, anası da evdə İspan dilində danışır. Düzdürmü? Məntiqlə bunu tapdıq. Ona görə cavab veririk ki, yes, she is. 4'te is Heideki's mother Brazilian? Heidekinin anası. Baxaq görüm hardandır. Father Japan. Deməli, xeyr, səhvdir. No, she isn't. Bu şəkildə yaza bilərik. Is Lakshmi's mother South African? Lakshmi'nin anası South Afrikadan idi. Bəli. Düzdür. Ona görə də deyirik ki, yes, she is. Bu şəkildə qısa cavablar verdik. Davam edirik. Language in context. Use the answer the right question. Cavablardan istifadə edərək sualları yaz deyir. Yəni o zaman başlayaq. Cavablara baxaraq suallarımızı quraq. Bəli uşaqlar cümlələri tamamladıq, suallarını verdik. Gəlin oxuyaq. Is your friend a student? Sənin dostun tələbədir. Yes, my friend's a student. Bəli, mənim dostum tələbədir. Where are you from? Sən hardansan? I am from Azerbaijan. Mən Azərbaycandanam. Is her bike new? Onun
Velosipedi yenidir. Yes, her bike is new. Bəli, onun velosipedi yenidir. Are your friends here? Sən dostların buradadılar? No, my friends aren't here. Xeyr, mənim dostlarım burada deyillər. Are we in class 1B? Yes, we are in class 1B. Where is she from? O haradandır? She is from South Africa, I think. Mən düşünürəm ki, o Cənubi Afrikadandır. Is he a Brazilian? O Braziliyalıdır. No, he isn't Brazilian. Xeyr, o Braziliyalı deyil. İkiyə gəldik. Short answer the question. Yazmalıyıq biz bir iki də gəlin baxaq. RD from Sao Paulo. Görürük X var, deməli neqativdə cavab verməliyik. Ona görə başlayırıq no və şəxsimiz də they olduğuna görə they qeyd edirik. They və nə ilə sual veriblər? R-la. Deməli biz də nə etməliyik? Aren't yazmalıyıq. Sonuna da not hissəciyi artırmalıyıq. Əgər cavabımız inkardadısa. Üçə baxırıq, eyni qayda ilə gedirik. Görürük ki, tik qoyublar, deməli cavabımız təsdiqdədir. Yes, şəxsimiz he'dir. He və daha sonra is. Yenə təsdiqdədir. Yes, şəxsimiz we'dir. Sonunda da are. İnkardadır. No, şəxsimiz are you his friend? No. I am not. Are you his friend? Sənin dostundur? Yox, mənim deyil. Aha, daha sonra təsdiqdədir. Yes. Yes, I am. Am I in a sports club? Yes, I am. İnkardadır. No. Şəxsimiz she isn't. Təsdiqdədir deməli. Yes. Are you two from Japan? Are you two from Japan? Yes, we two from Japan. Siz ikiniz Yaponyadansınız. Təsdiqdə olduğuna görə yes, we are. Bu şəkildə where from haradansan dan mənasındadır from. Where isə haradan deməkdir. Where are you from? Sən haradansan? Davam edirik. Exercise 3. Exercise 3. Watch the question 1-8 with answer A, H. Gəlin başlayaq. Are you two good friends? Yes, we are. Siz iki yaxşı dostsunuz. Bəli. Are they from Japan? Baxırıq şəxsimiz dəydədir. No, they are not. No, they are not. Bu cavaba uyğun gəlir. Siz Yaponiyadans. Onlar daha doğrusu Yaponiyalıdılar. No, they are not. Is she a new student? O yeni tələbədir. Yes, she is. Baxın, cavab da uyğun gəlir. Where is it from? Where is it from? O haradandır? It's Japanese. Baxın, buna uyğun gəlir şəxsimiz. Are you from Mexico, German? No, I am not. I am. Baxın, bu da buna uyğun gəlir. Is your cell phone pink? No, it's not. Where are you two from? Siz ikiniz haradansınız? We are from Miami. Where are they from? Onlar haradandılar? Onlar haradandılar? They are Spanish. Onlar İspaniyadandılar. Belə çalışmanı da bitirdik. Davam edirik. Language in context 2. Possessive case, yəni apostrophe S. Gəlin başlayaq. Complete the sentences using the image to help you use the possessive, yəni apostrophe S. Şəkillərə baxacağıq və biz apostrophe S formanı düzəldəcəyik. 2-də deyir ki, it is chocolate. It is chocolate-a baxırıq, my friend. It is my friend's apostrophe S chocolate. They are Sylvia. Yazmalıydım. Sylvia apostrophe S cheese. Sylvia's cheese. It is house. House'a baxaq. Jan and Marco.
Jen and Marco. Apostrof S. Niyə burada tək Markoya qoyduq? Çünki əgər Can və Markonun hər ikisində apostrof S olsaydı, house sözü də cəmlənərdi. Əgər house təkdədirsə, deməli apostrof S-i biz şəxslərdən sonuncusuna qoyacağıq. Daha sonra favorite subject is English. English. David. David'in favorite subject'i İngilis'ti. İngiliz dilidir. Aha, daha sonra they are the children's bikes. Onlar uşaqların velosipedidir. Velosipedləridir. David's favorite subject. Sevimli fen İngiliz dilidir. Jen and Marcos'un evidir. Onlar Silvia'nın, o daha doğrusu Silvia'nın cinsidir. Cins orada İngilislərdə Jen isim getdiyinə görə onlar verirlər. It's my favorite friend's chocolate. Mənim dostumun şokoladıdır. Davam edirik. Circle the six possessive A's in the text. 6 dənə possessive case dairəyə almalıyıq tekstdən. Gəlin baxaq. This is my friend Danny. He is my. Baxın bu apostrof S heç bir zaman yiyəlik halı deyil. Çünki özündən sonra baxın heç bir isim gəlməyib. In gəlib, preposition'a my gəlib, possessive yiyəlik halı, daha doğrusu yiyəlik əvəzliyidir, səhvdir. He is. Bundan sonra da baxın say bildirən söz gəlib. Deməli bunlar da səhvdir. Altındakı xətləri silin. Siz çalışmıyorsunuz. Danny's favorite thing. Araya sifət, yəni araya o təyin edici girə bilər. Məsələn, favorite kimi, nice kimi, beautiful kimi hər hansı bir təyin edici girə bilər. Orada bir problem yoxdur, amma mütləqdir ki, o təyin edici bir ismi təyin etsin. Ona görə Danny's favorite things burada yiyəlik halıdır. Daha sonra he is good. O yaxşıdır. Bu da yiyəlik halı deyil. Baxırıq Danny's friend. Danny'nin dostu. Deməli burada yiyəlik halıdır. Amma bu ikinci isə yiyəlik halı deyil. Danny's friend is a guitar player too. Danny'nin dostu da gitara çalır. Danny's friends burada da həmçinin names ikinci tərəfdə isə is-in qısaldılmışı da. She is yenə is-in qısaldılmışı. Tanya's favorite activity. Burada yiyəlik halıdır. Activity çünki isimdir. She is a great soccer player. Burada is-in qısaldılmışıdır. Tanya's team. Bu da yiyəlik halıdır. Çünki team isimdir. Komanda deməkdir. 1, 2, 3, 4, 5. Biri hardadır? Birini tapmadıq. This is my friend Danny. He is sorting like me. Danny's favorite thing is his guitar. He is good. Danny's friends a guitar player too. Is'in salınmışı. Danny'nin dostu gitar ifaçısıdır. Danny's friends name. Dostunun adı burada da var. Dostunun adı Tanyadır. Dostunun adı Tanyadır. Bu isə isdir. Bu qədər. 6 dənəni tapdıq. Daha sonra possessive adjective. Burada isə yiyəlik əvəzlikləri. Yiyəlik əvəzlikləri hansılardır? My, mənim. Yəni yazaq. Your, sənin. Our, bizim. Their, onların. Her, onun. Və qısaca yazıram qadın cinsində. His, onun. Bunu da qısa yazıram kişi cinsində. It is, onun. Cansızlarda. Bu qədər. Bunlar bizim yiyəlik əvəzliklərimizdir. Circle the correct possessive adjective in the conversation. Conversationda düzgün adjectiveləri, yəni possessive adjectiveləri dairəyə almalıyıq. Gəlin baxaq. Bunları almırıq. Bax, de görürsüz və yaxud da you görürsüz. Bunlar şəxs əvəzlikləridir. Bizə lazımdır yiyəlik əvəzlikləri. In your,
Doğrusunu almalıyıq. They are in your ya da his bag, Jesse. Onlar sənin çantandadır, Jesse. Və yaxud da onun çantasındadır. His bag. They are in his bag. Onun çantasındadır, yoxsa sənin çantandadır. Where is their family from, Evan? Sənin ailən, yoxsa onların ailəsi? Burada sənin olacaq. Sənin ailən hardandır? The USA, his ya da our native language. Burada our olacaq. Bizim native language'imiz, yəni yerli dilimiz ingilis dilidir. Is this my yoxsa your dog, Marta? Bu sənin itindir, Marta. Vergül qoyulubsa deməli Martaya ə, səslənilir, Martaya deyilir. No. My friend Lisa's here today. My friend, mənim dostum Lisa is here today. Bugün buradaydı. It's your dog. It's her dog. Her olacaq burada. Bu onun itidir. Daha sonra, oh, it's beautiful. What its name? Onun adı nədir? Koko. Birinci qaldı. They are in your bag, Jesse. Onlar sənin çantandadır, Jesse. Məncə burada your olacaq. Onlar onun çantasındadır, Jesse deməz hər halda. Onlar sənin çantandadır, Jesse deyə müraciət edir. Bu şəkildə. Davam edirik. Complete the sentences with the correct possessive adjective. Cümlələri düzgün yiyəlik əvəzlikləri ilə tamamlamalıyıq. Gəlin baxaq. We are from South Africa. We deyirsə, we-nin qarşılığı, yəni yiyəlik əvəzliyində qarşılığı olacaq our. Çünki we biz deməkdir, our isə bizim. Bizim yerli dilimiz Xoşadır. My name is Leo. Mənim adım Leo'dur. My favorite food is pizza. Elə burada da my olacaq. My favorite food is pizza. Mənim sevimli yeməyim pizzadır. Samuel is at home, but Samuel yəqin ki kişi cinsidir. But yeni niyə böyüklə yazdım ki? His English book is at home. Amma onun ingilis dili kitabı məktəbdədir. Samuel kişi cinsində olduğuna görə onu əvəz edirik possessive adjective kişi cinsində olanla. Nakoya and Kenji iki fərqli nəfərdir, ona görə their olacaq. Their school is very big. My favorite restaurant is Italian. Its name is Bella Vita. Burada da söhbət restorandan getdiyini görə, restoranda cansız olduğuna görə it-isdən veririk. Belə uşaqlar, bugünlük də izahımızın sonuna gəldik. Növbəti izahlarda görüşənədək hələlik.